92 yaşlı, birinci grup, 50 olan Lalkar anamın sizden xahiş olacaq. Ben onu sizden tərcümə edəcəm. Hörmətli prezident, mən anamı tərcümə edeyim. Anam sizdən mənə görə xahiş edir ki, məni işə qaytarasınız. Hörmətli prezident, ümid varam ki, 92 yaşda anamın müraciəti siz tərəfdən imzalanacaq. Bir daha sizə yalvarıram. Məni öz doğma teatrıma qaytarın. Bu videodan sonra bilmirəm mənim başıma nə gələcək. Mənim ailəmin təhlükəsizliyi sizə əmanət. Cənab prezident. Sizə olan sevgimi, ehtiramımı bildirirəm. Sizə böyük ümidlə müraciət edirəm. Sizin ədalətinizə, mərhəmətinizə güvənirəm. Hörmətli prezident, 7 ay bundan öncə mən məmur özbaşınalığını sizə çatdırmaqdan ötürü yazılar yazdım. Mənə teatrdan deyildi ki, sən heç bir şey yaza bilməzsən, heç bir şey deyə bilməzsən. Və hazır bir ərizəni mənim önümə qoydular və buna dedilər qol çək. İşdən azad olmağım üçün. Mən də sadəcə imza atdım. Bizim prezidentimiz özü başda olmaqla hər zaman deyir ki, məmur özbaşınalığına dözülməz olmalıyıq. Hörmətli prezidentim, 7 aydır ki, döymədiyim qapı yoxdur. Göndərmədiyim telegramlar, göndərmədiyim məktubların sayı hesabı yoxdur. Amma çox təəssüflər olsun ki, möhtərəm prezident, heç birindən heç bir cavab gəlmir və mənə bu kəlmə olunur. Nə istəyirsən, get o.